İranla İsrail arasında ateşkəs elan olundu. Həqiqətən müharibə bitdimi? Əsla. Önümüzdəki yaxın günlərdə, həftələrdə və ya aylarda müşahidə edəcəksiniz ki, Amerika və İsrail heç nə əldə edə bilmədikləri üçün İsrail yenidən hücuma keçəcək. İranın nüvə mərkəzləri bombalanmamışdan bir neçə gün əvvəl İran oranı boşaldaraq naməlum yerə aparmışdır ki, artıq Amerika və İsrail həmin yerin harda olduğunu bilmir. İranın əldə etdiyi 450 kiloqramlıq uranyum hazırda İranın əlində məxfi yerdə saxlanılır ki, həmin uranyumun 1 qramını əldə etmək Türkiyə üçün böyük bir arzudur. Nəysə, bu mövzunu başqa bir vaxtda işıqlandıracağıq. İndi isə gəlin sözdə ateşkəs əldə olunan vaxtdan bir neçə saat əvvələ qaydaq və baş verən hadisələrə diqqət yetirək. Amerika və İsrailin yalvardığı ateşkəsdən bir neçə saat əvvəl, yəni 23 iyun tarixində təqribən günorta saatlarında İran İsrailin müxtəlif nöqtələrinə raket zərbələri endirir. Raketlərdən biri Livan və İsrail sərhədinə yerləşdirilən Hündür təpədəki İsrail bazasını hədəfə alır. Bundan sonra həmin bazadan İsrail xəstəxanasına doğru təcili tibbi yardım helikopterinin getdiyi müşahidə edilir. İsrail ordusu baş verən hadisə ilə bağlı rəsmi açıqlama vermir. Daha sonra həmin raketlərdən biri İsrailin mərkəzinə və digəri isə Aşdod şəhərinin yolun kənarında yerləşən elektrik stansiyasına dəyir. Nəticədə elektrik stansiyasına ciddi ziyan dəyir və 8000 cuhud ailə işıqsız qalır. Həmin vaxt isə İsrail yenidən İrana hücum edir. Tehrana və Təbrizə zərbələr endirməyə başlayır. Elə həmin gün İranın hava hücumundan müdafiə sistemləri İsrail ordusuna aid bir qırıcını Təbrizdə və bir neçə məşhur Hermes pasını isə İranın müxtəlif bölgələrində məhv edir. Gecə yaxınlaşır. Qətərdə vəziyyət dəyişir. Çünki Amerikanın ən böyük bazalarından biri Qətərdə yerləşir. İran Qətərdəki Amerika bazasına kiçik həcmdə hücumlar həyata keçirir. Hücumdan sonra Trump 14 raket atıldı. Onlardan 13'ü zərərsizləşdirildi və biri isə boş əraziyə düşdü deyə bəyanat verdi. Amma Qətərdən gələn bəzi görüntülərdə gördüyünüz kimi bir neçə raketin Amerika bazasına düşdüyünü görürük. Bundan bir neçə saat sonra Trump Netanyahuya təzyiq göstərərək dərhal İranla sülh əldə etməsini tələb edir. Çünki İranın Amerika bazasına olan hücumu nəticəsində həm Amerikanın, həm də Trumpın nüfuzuna olduqca zərbə dəyir. Dünyada heç bir ölkə nəinki Amerika bazasına güllə ata, hətta yan baxmağa belə cürət edə bilməz ki, İran yan da baxdı, raket də atdı. Əlbəttə bu raket zərbəsi sadəcə xəbərdarlıq idi. Məsələ böyüsəydi, Amerika bazalarını İsrailə dəyən zərbələr kimi müşahidə edəcəkdik. Trump bunun qarşısını almaq üçün elə İsrailə atəşkəs üçün təzyiq göstərdi. Həmin atəşkəs zamanı Amerika tərəfindən İrana heç bir təzyiq göstərilməmişdir. Əksinə yalvarış olmuşdur. Amerika tərəfindən təzyiq görən tərəf isə İsrailin özü olmuşdur. Bunu Trump'ın çıxışında da görə bilərsiniz. Uzun sözün qısası, gecə saat 2-3 olan vaxtı İsrail yenidən İrana hücum edir. İran hava hücumundan müdafiə sistemləri işə düşür və İsrailin bir neçə hücumunun qarşısını ala bilir. İsrail də bir neçə nöqtəyə zərbə vurmaqda müvəffəq olur. Səhər saatlarında, yəni 24 iyun tarixində və atəşkəs vaxtına bir neçə dəqiqə qalmış, İran İsrailə ard-arda 5 dəfə raket zərbələri endirir. İsrailin mərkəzi Tel Əviv və Hayfa şəhəri hədəf alınır. Nəticədə bir neçə cuhud ölür və yaralanır. Sonuncu ən güclü atəş dalğası məhz İrandan gəlir. İranın Trump'ın sülh paylaşımından sonra İranın raket hücumları o deməkdir ki, sülhün vaxtını və tərzini biz müəyyən edirik. Yəni mollalar. İran həqiqətən bu müharibədə təkdir. İrana ən böyük dəstək sadəcə Pakistandan gəldi ki, o da sözdə idi, əməldə yox. İran bu meydanda Rusiyanın və Çinin belə çəkindiyi güclərə qarşı döyüşdü və üzü ağ çıxdı. Yaxşı baxın, müharibə başlayandan etibarən müharibənin bitməsi və danışıqlar üçün yalvaran tərəf Amerika idi, nəinki İran. Sülhə razılıq əldə edən birinci tərəf Amerika və İsrail oldu. Nəinki İran gəlib yalvardı ki, gəlin sülh edək. İran bu işi etmədi. İran dedi ki, sona qədər müharibə getsə, sona qədər də davam edəcəm. Bir özünüz fikirləşin. Əgər İran məğlub tərəfdirsə, niyə atəşkəsə razılıq verən ilk tərəf Amerika və İsrail oldu? Əlbəttə Amerika və İsrail tərəfdarları bu sualı heç vaxt özlərinə verməz. Bu sualdan olduqca qaçmaq istəyirlər. Dediyim kimi, müharibə bitməyib və yaxın vaxtlarda daha da dağıdıcı hadisələrə şahidlik edəcəyik. Bəli, müharibə bitməyib. Bu sükut çox yaxın vaxtlarda pozulacaq. Amerika həqiqətən İsraili müdafiə etməkdən yorulub və bütün dünya Amerikanın İsraili tək buraxacağını görəcək. Hər kəsin bildiyi, lakin dilə gətirmədiyi bir həqiqət var. Amerika artıq İsraili müdafiə etməkdən yorulub. Öz daxilində sosial və siyasi parçalanmalarla məşğul olan bir imperiya artıq başqa bir rejimin müharibələrinin yükünü daşıya bilmir. Vaxt gələcək və çox da uzaq deyil. Bütün dünya Amerikanın İsraili tək buraxdığını açıq şəkildə görəcək. İsrailin arxasındakı kölgə çəkildikcə onun həqiqi gücü və zəifliyi daha aydın görünəcək. Və həmin gün bu mübarizənin başlanğıcında sabit və ardıcıl dayananlar tarixdə öz yerini alacaq. İran xalqı bu baş verənləri qələbə kimi qeyd edərək meydanlara çıxır. Halbuki İranda xalqın meydanlara çıxması kimi hadisələri İsraildə və Amerikada müşahidə edə bilməzsiniz. Yoxdur belə bir şey. Onlar həqiqətən məğlub olduqlarını düşünürlər və hədəflərinə çatmadıqlarını yaxşı bilirlər. İsraildə isə geriyə qalanlar bunlar oldu. Tamam, benim